49-cu tapşırığa baxaq. Sonra indi əziz uşağının gözü yaşlı, döyülmüş, təhqir olunmuş görəndə ürəyinin başı yandı. Bu cümlənin təhlilində nəyə diqqətli olmaq lazımdır? Bəzən biz bilirik ki, cümlənin ümumiyyətlə sintaktik təhlilinə xəbərdən başlanılır və xəbəri götürəndə düzgün seçmək lazımdır. Yəni xəbər söz birləşmələrlə ifadə oluna bilər, frazeoloji birləşmələrlə ifadə oluna bilər. Sonra olmaq, bilmək, eləmək köməkçi feillərin iştirakı ilə yaranan mürəkkəb sözlərlə, mürəkkəb feillərlə ifadə oluna bilər və bunlarda birlikdə götürülmə, yoxsa ayrı götürülmə məsələsinə diqqətli olmaq lazımdır. Məsələn, bu cümlənin biz əgər təhlilinə başlasaq, yandı sözün xəbər kimi götürürüksə, əvvəlcə baxmalıyıq ki, yanan nədir? Ürəyimin başı. Ürəyin başı həqiqətən yana bilməz. Deməli, ürəyimin başı yanmaq frazeoloji birləşmədir. Və ona görə o cümlədə ayrılmayacaq. Yəni, frazeoloji birləşmələr tərkibində neçə söz olsun, hamısı birlikdə götürülür və cümlədə həmişə sadə üzv olur. Deməli, bu cümlənin xəbəri ürəyinin başı yandı sözləridir. Frazeoloji birləşmənin ifadə olunur. Təhlillərə baxırıq. 3 variant mübtədə ilə başlayır və başda sona sözü var. Sona sözünə kim sualın verə, yəqin ki, əksəriyyət bunu mübtədə kimi qəbul edib. Bu 3 variantla işləyəcək. İndi baxırıq, bayaq dediyimiz məsələ sona kim sualına cavab verir. Xəbərlə əlaqəsi var, yoxdur. Əgər varsa, mübtədə olacaq. Yoxdursa, deməli, mübtədə deyil. Sona ürəyinin başı yandı. Cümlədə əlaqəyə girmədi sözlər. Və sonra bununla əlaqəyə girmədisə sözü, deməli, cümlənin mübtədası ola bilməz. Bu o deməkdir ki, cümlə mübtədə ilə başlamır və deməli, mübtədəyə görə biz artıq 3 variantı B, C, D kənarlaşdıracağıq. Seçimimiz A və E arasında olacaq. A zərflik, mübtəda, xəbər, E isə zərflik xəbər təqdim edir. Deməli, mübtəda cümlədə var, yoxsa yoxdur. Bunu aydınlaşdırmalıyıq. Əgər mübtəda varsa, cavabımız A variantı olacaq. Yoxdursa, cavab E variantı olacaq. Cümlədə mübtədanın olub-olmamasını bilmək üçün xəbərdən mübtədəyə sual veririk. Mübtədanın sualları kim, nə? Çox az hallarda hara olur. Ən çox kim, nə suallarla işləyirik. Və xəbəri oxuyuruq, xəbərdən bu sualı veririk. Ürəyinin başı yandı. Kim? Kim ürəyinin başı yandı? Sual tələb olunmadı. Nə ürəyinin başı yandı? Bu sual da tələb olunmadı. Deməli, bu cümlənin xəbərindən mübtədəyə sual vermək mümkün deyil. Və əgər xəbərdən mübtədanın sualı çıxmırsa, deməli, artıq bu cümlədə mübtəda yoxdur və təsəvvür olunmur. Belə cümlələr isə adlanır şəxsi cümlələr. Deməli, cümlədə mübtəda yoxdur. Ona görə mübtəda olan variant A kənarlaşır və düzgün cavabımız olur E variantı. Cümlənin təhlili. Ürəyinin başı yandı. Nə vaxt? Sonra indi əziz uşağını gözü yaşlı, döyülmüş, təhqir olunmuş görəndə. Hamısı bir yerdə cümlənin olduğu zaman zərfliyi və feili bağlama tərkibi ilə ifadə olunub. Cümləmiz deməli ibarət oldu yalnız zərflik və xəbərdən. Yenə deyirik, əgər burada biz söz yanaşsaq, sona kim mübtədə qəbul olunsa, indi nə vaxt zərflik qəbul olunsa, kimi, uşağını tamamlıq təyin olunsa, yəni bunun bu cür yanaşma ilə sintaktik təhlil aparmaq olmaz. Sintaktik təhlildə sintaqımları parçalamaq olmaz. Sintaqım nədir? İki bir-birinə əlaqədə olan söz. Yəni bu cümlə iki cümlə üzvündən ibarətdir və bu ikisi birlikdə bir sintaqımdır. Çünki bir-birinə əlaqədə olan iki söz birlikdə ancaq bir dənə vahid yaradır. Ona görə, deməli, dediyimiz kimi, sintaktik təhlillə işləyəndə birinci, xəbəri düzgün müəyyənləşdirmək, xəbəri birlikdə yoxsa ayrı götürülmək məqamlarına diqqətli olmaq, cümlədə sözlərə tək-tək yanaşıb sual verməklə yox, cümlədəki sözlərin bir-birinin əlaqəsi fonunda ona sual vermək, sonra cümlənin əvvəlindəki sözün
hansı cümlə üzvü olduğunu dəqiq müəyyənləşdirmək və sxemdə, buna uyğun sxemlərdə deməli kənarlaşmalar etmək, təyinlərə diqqətli olmaq, yəni təyin aid olduğu söz müstəqil cümlə üzvü olmalıdır və təyin əgər atılırsa cümlədən, cümlə pozulmamalıdır. Bu iki şərt daxilində təyinləri düzgün müəyyənləşdirmək və sözdə əgər fe'li bağlama, məsdər, fe'li sifət varsa, mütləq onların tərkib yaradıb yaratmadığını nəzərə almaq lazımdır. Bir məqama da diqqətli olmaq lazımdır ki, yəlik halda olan söz heç vaxt müstəqil şəkildə cümlə üzvü olmur. Ona görə kimin, nəyin, haranın sualına cavab verən sözləri ayrıca müstəqil cümlə üzvü kimi götürmək olmaz. Onların mütləq ikinci tərəfini tapıb, ikisini bir yerdə hansı cümlə üzvü olduğunu müəyyənləşdirəndən sonra birlikdə götürmək lazımdır. Sintaktik təhlildə bugünkü deməli izahlar bu qədər. Əgər ehtiyac olarsa, növbəti izahları da yəqin ki təqdim edəcəm.